Alan vətəndaş onu istədiyi anda aldığı qiymətə təhvil verə bilər. Lakin ən azı 3 ay müddətinə saxlayan sahibkar isə istiqrazın faizini qazanır. Qiymətli sənədin zəmanətinə gəlincə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin adından şəxsən özü zəmanət verir. SOCAR prezidentinin əməkdaşımız Jalə Əkbarova ilə söhbətini izləyək. Bugün o istiqraz bazara çıxan kimi, onu hər bir vətəndaş bugün alıb sabah sata bilər. Amma bunu nə mənası var ki, bugün alıb sabah satasan? Sən onu alırsan ki, ondan gəlir qazanırsan. Ən azı insan 3 ay müddətində saxladısa 3 aylıq faizini alacaq. 3 aydan sonra qaytarıb o 3 ay faiz onda. 6 aydan sonra gedib qaytaracaqsa 6 aylıq faiz qalır. Vətəndaş aldığı istiqrazı geri verib pula çevirmək istəyirsə, həmən dəqiqə hər bir yerdən SOCAR onu geri almağa hazırdır. İnsanların heç bir bank qorxusu da ola bilər ki, olmasın ki, biz 100 milyon dolar elə bir rəqəm deyil ki, biz bir günə qaytararıq onu. Bunun SOCAR'ın 40 milyardlıq aktivi ilə 13 milyard pasiv aktivlərlə bu SOCAR üçün böyük bir rəqəm deyil ki, onu. Amma biz insanları arxain etmək istəyirik ki, bu aldıqları istiqraz həmən dəqiqədə deyəndə onu gəlir qazanamır. Müəyyən vaxt, istədiyi vaxt geri ala bilər. Geri alınandır. Bunun uduşu buradadır. Qeyd edək ki, Rövnəq Abdullayev eksklüziv müsahibəsində istiqrazların detallarına, SOCAR-ın xarici və daxili borclarının olması ilə bağlı söhbətlərə, dövlət neft şirkətinin özəlləşməsi, iri miqyaslı layihələrin həyata keçirilməsi, benzinin və qazın qiyməti, eləcə də digər aktual məsələlərə də toxunub. Müsahibəni daha ətraflı sabah saat 20:00-da həftə sonunda izləyə bilərsiniz.